Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞEM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanov. Mən bugün sizlə fe'l haqqında danışmaq istəyirəm. Fe'l haqqında bizim üçün ən çətin gələn məqamlara, ən qarışıq saldığımız hissələrə nəzər yetirək. Uşaqlar, biz bilirik ki, ümumiyyətcə bütün nitq hissələri quruluşca 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Fe'llər də eləcə. Fe'llərin də quruluşuna görə 3 növü var. Sadə fe'llər, düzəltmə fe'llər və mürəkkəb fe'llər. Sadə və düzəltmə fe'llər haqqında danışmışıq. İndi isə istəyirəm sizlə mürəkkəb fe'llər haqqında bir qədər danışaq. Mürəkkəb fe'llər nədir? Mürəkkəb fe'llər dedikdə biz nə başa düşürük? Uşaqlar, mürəkkəb fe'llər 2 və daha artıq sözün birləşməsindən ibarətdir. Məsələn, deyirəm ki, yazıb, oxumaq. Yazıb, oxumaq. Və yaxud da deyirəm, kömək etmək. Və yaxud da deyirəm, dost olmaq, şad olmaq, dost olmaq, şad olmaq və s. Uşaqlar, mürəkkəb fe'llər ən çox defislə yazılacaq, ən çox ayrı yazılacaq, bir də onun mürəkkəb fe'llərimizin birləşik yazılan məqamları da var. Bunlar hansı sözlərdir? Sağollaşmaq, istiotlamaq, müdafizləşmək, xoşallanmaq. Demək, sağollaşmaq, istiotlamaq, müdafizləşmək və xoşallanmaq. Bu bizim 4 dənə sözümüz bitişik yazılan mürəkkəb fe'llərə aiddir. Bunlar bizim o qədər də çətinlik çəkmədiyimiz hissələrdir. İndi sizdən bir qədər bizim qarışıq saldığımız, çətinlik çəkdiyimiz əsas məqamlara toxunaq. Bunlar hansılardır? Bu hansı məqamlardır? Uşaqlar, biz bilirik ki, olmaq, etmək, eləmək, qılmaq, bilmək fe'llərimiz var. Yəni bunlar bizim nə adlanır? Mürəkkəb fe'llərimiz. Ol, et, bil, qıl. Bunlar bizim nə adlandı? Bizim köməkçi fe'llərimiz adlandı. Bu fe'llərin yardımı ilə biz mürəkkəb fe'l əmələ gətiririk. Bayaq yazdığım kimi, məsələn, dost olmaq, kömək etmək, daha sonra görə bilmək, məsələn yazıram, görə bilmək. Və yaxud da namaz qılmaq. Bunlar bizim nə oldu? Bunlar köməkçi fe'llərin köməyi ilə əmələ gələn mürəkkəb fe'llərimiz oldu. Bu fe'llər biz cümlə özü kimi təhlil edəndə uşaqlar bir yerdə təhlil edəcəyik. Yəni heç bir halda bunları parçalayıb hissələrə ayırmaq mümkün deyil. Necə ki, dost tanış, necə ki, kəkliyotu, onları bir yerdə təhlil edirik. Eləcə də bax bunları da heç bir halda ayırmağa icazəmiz yoxdur. Yəni bir yerdə təhlil olunmalıdır. Bəs bu olmaq, etmək, eləmək, bilmək, qılmaq. Həmişə bunlar mürəkkəb fe'l kimi çıxış edəcək. Deyirsiniz, xeyr. Bu olmaq fe'lindən danışaq. Olmaq fe'linin müstəqil anlamları var. Gəlin onlara da toxunaq. Biz artıq bildik ki, mürəkkəb fe'l kimi dost olmaq, tanış olmaq, şad olmaq, ondan sonra kömək olmaq, bu kimi ifadələr işlətdik. İndi gələk onun müstəqil anlamları işlədək, olmaq fe'lini. Demək, olmaq fe'li uşaqlar hansılarda olacaq? Birinci, dünyaya gəlmək məqamı. Dünyaya gəlmək. Gəlin şərh edək. Məsələn, deyirəm ki, mən 2000-ci ildə oldum. Mən 2000-ci ildə Bakıda oldum. Yəni, dünyaya gəldim mənasında. Demək, burada olmaq fe'lini olmaq. Mən müstəqil anlamda götürə bilərəm. Mən 2000-ci ildə Bakı şəhərində oldum. Yəni, doğuldum. Yəni, dünyaya gəldim. O zaman mən onu müstəqil kimi düşünə bilərəm. İkinci nümunə. İkinci nümunəni göstərə bilərik. Məsələn, var olmaq. Var olmaq. Bu hansı olacaq uşaqlar? Məsələn üçün, deyirəm ki, bu qələmlər yəqin ki, ay gündə olar. Yəni, yəqin ki, ay gündə mövcuddur mənasında. Var olmaq, mövcud olmaq. Demək, burada da mən olmağı tək şəkildə müstəqil götürə bilirəm. Bu qələmlər yəqin ki, ay gündə olar. Yəqin ki, ay gündə var mənasındadır. Üçüncü, iştirak etmək. Demək, yazırıq. İştirak etmək.
Məsələn, deyirəm, bugün iclasda oldum. Yəni, mən bugün iclasda iştirak etdim. Yazıram, oldum. İclasda oldum, məktəbdə oldum. Biz buna iştirak etmək kimi yanaşırıq. Yəni, bugün mən bütün günü məktəbdə olmuşam, iclasda iştirak etmişəm. Bu nümunələri göstərə bilərik. Və dördüncünü buradan qeyd edirəm. Dördüncü hansıdır? Dördüncü isə yaşamaq mənasında. Yaşamaq. Aha, göstərək yaşamaq. Məsələn, mən Bakıda oluram. Bakıda oluram. Təmizləyək. Aha. Mən deməli Bakıda oluram. Yəni Bakıda yaşayıram mənasında. Yaşayıram mənası. Olacaq burada da nə? Müstəqil feil kimi. Olmaq feili müstəqil feil kimi düşünəcəyik bunu da. Biz artıq bu nümunələrdə dünyaya gəlmək, məsələn, yəni dünyaya göz açmaq mənasında, var olmaq, yəni bu nə isə məndə var, məndə mövcuddur mənasında, iştirak etmək, yəni mən bir yerdə iştirak etdim, oldum mənasında, bir də ki, yaşamaq mənasında. Biz artıq olmaq feilinə köməkçi feil kimi yox, yəni mürəkkəb feilin tərkib hissəsi kimi yox, müstəqil feil kimi yanaşırıq. Bu məqamlar yadımızda qalsın. Daha sonra bu bizim birinci xüsusiyyətimiz idi. İkinci, etmək feilinin biz dedik ki, məsələn, kömək etmək və yaxud da əl etmək. Demək, bunlarda nə oldu? Yenə də mürəkkəb feil kimi çıxış etdi. Məsələn, indi mən etməyə müstəqil məna kimi yanaşıram, etməyə müstəqil məna kimi yazıram. Yazıram ki, mən ev tapşırıqlarımı etdim. Yəni, nə etdim? Yerinə yetirdim. Demək, burada etmək feili kömək etmək feilindən fərqli olaraq müstəqil mənada düşünülə bilər. Deməli, mən burada etmək feilini müstəqil şəkildə işlətdim. Daha sonra digər nümunələrə diqqət edək. Uşaqlar, bizim başqa hansı mürəkkəb feilimiz var? Üçüncü qrup mürəkkəb feilləri. Onları dedim və müstəqil anlamlarından da danışdım. İndi üçüncü qrupdan danışıram. Üçüncü qrup hansı idi? Uşaqlar, bilmək feilinə AE şəkilcili sözü artırmaqla. Bilmək feilindən öncə və bunu belə təmizləyim, tam olaraq sxemini yazım ki, siz tam olaraq bunu yadınızda saxlaya biləsiniz. Deməli, AE şəkilçili sözə, feilə bilmək sözünü artırıram. Necə olacaq? Yaza bilmək, görə bilmək, Aha. Demək, uşaqlar, siz gördünüz ki, burada gör feildir, yaz feil. Siz bu A şəkilçisini feilin üzərinə artırırsınız. Bilmək feilindən birləşdirib köməkçi bir feil. Yəni, bilmək köməkçi feilindən birləşdirib mürəkkəb feil əmələ verirsiniz. Amma mən hər AE şəkilçili sözün üstünə bilməyi artırıb mürəkkəb feil yarada bilmərəm. O məqama da diqqət edin. Məsələn, yazıram. Hələ bilmirəm. Aha, burada hələ nədir? Bizim hələ deyə bir feilimiz olmadığına görə siz buna mürəkkəb feil deyə bilməzsiniz. Bu mürəkkəb feil deyil. Bu hələ zaman zərfi üstəgələk bilmək feilidir. Deməli, siz buna nə kimi yanaşacaqsınız? Məlumatım yoxdur kimi. Məlumatım yoxdur. Bax, bu şəkildə yanaşırıq biz bu sözə. Yəni, buna mürəkkəb feil kimi yanaşa bilmərik. Sadəcə burada bilmək feili müstəqil olaraq məlumatım yoxdur. Yəni, məlumatsızam mənasında işlənib. Bu məqamı da yadımızda saxlayın. Daha sonra uşaqlar, bizim əks və yaxın mənalı dördüncü qrupumuz əks və yaxın mənalı feillərin birləşməsi ilə. Gəlin, onlara da nümunələr göstərək, onları da mənimsəməyə çalışaq. Məsələn, deyirəm ki, 4 yazaq buradan. Deyirəm, gedib gəlmək, yazıb oxumaq, Bunlar bizdə nə oldu? Bunlar bizdə əks və yaxud da yaxın mənalı feillərin birləşməsi ilə yaranan mürəkkəb feillərimiz oldu. Beşinci isə
Tutub, ib, ub, üb fiili bağlama şəkildisinə biz getmək, üstə gəl koyuram bura, getmək, daha sonra keçmək, çıxmaq, keçmək, çıxmaq, ötmək və s. sözləri artırmaqla əmələ gəlir. Məsələn, deyirəm, çıxıb, getmək və yaxud da deyirəm, gəlib, çatmaq. Ayrı yazılır, mürəkkəb feil hesab olunur. Uşaqlar, deyəcəksiniz biz cümlədə bunları necə fərqləndirək? Mən sizə bir yol başa salım. Yadınızda saxlayın ki, əgər mən bu sözü çıxartsam, məsələn deyirəm ki, mən buradan çıxıb getdim. Mən çıxıb sözünü çıxartsam, getmək eyni mənanı daşıyır. Və yaxud da çıxıb sözünü saxlayıb, getmək sözünü çıxartsam, yenə də eyni anlama gəlir. Mən buralardan çıxıb getdim. Mən buralardan getdim və yaxud da mən buralardan çıxdım. Eyni anlamlara gəlir. Deməli, biz bunun birini çıxardanda digəri öz mənasını qoruyub saxlayır. Digərini çıxardanda birinci öz mənasını qoruyub saxlayır. Yəni, mütləq şəkildə bunların birini yer dəyişmə eləyəndə digəri öz mənasını qoruyub saxlayır. Eləcə də gəlib çatmaq, eləcə də ötüb keçmək və s. Demək, bunlar yaxın anlamları özündə əks elətdirir. Yəni, bir sözü mən götürsəm, digər söz artıq mənim fikrimi, mənamı bütövlükdə özündə etiva etdirə biləcəkdir. Bu mənanı, bu məqamı yadımızda saxlayırıq. İndi keçirik uşaqlar nəyə? Mürəkkəb feillərin aydınlaşmalı məsələləri haqqında danışdım, məlumat verdim. İndi sizlə nəyi danışıram? İndi sizlə danışırıq biz nəyi? Burada inkarı, feilin inkarı. Feillərdə inkar nə yaranır? Uşaqlar, inkar ümumiyyətcə nədir? Məsələn, mən deyirəm, getmək. Bu mənim təsdiqdə işlənən feilimdir. Bir də mən bunun əksini düşünürəm. Getməmək. Getməmək. Demək, burada mamə mənim nə olacaq? İnkar şəkilçim. Mamə inkar şəkilçisidir. Vurğu qəbul etməyən şəkilçidir. Qrammatik şəkilçidir. Hərəkətin icra edilmədiyini bildirir bizə. Deməli, mamə bizdə inkarlığı yaradan şəkilçi, qrammatik şəkilçidir. Amma həmişə feilin inkarlığı mamə ilə mi yaranır? Deyirsiniz, xeyr. Məsələn, biz hansını da görmüşdük? Lazım şəklinin inkarı deyillə düzələcək. Mamə deyil. Məsələn, yazası deyil. Deməli, lazım şəklində biz nə gördük? Lazım şəklinin inkarını biz deyil hissəci ilə düzəldiyini gördük. Vacib şəklində də bu məqamı görə bilərsiniz. Məsələn, yazmalı deyil, oxumalı deyil, getməli deyil və s. Amma lazım şəklində təkcə nə? Deyil şəklində biz deyil hissəci ilə düzəldiyinin şahidi olur. Feilin inkar şəkilçisi qrammatik şəkilçidir. Dediyimiz kimi hərəkətin icrasının baş vermədiyini. Biz bunu nə ilə homonim götürə bilərik uşaqlar mamə? Biz bunu isim düzəldən və sifət düzəldən leksik mamə ilə homonim götürə bilərik. Gəlin onlar haqqında da biraz məlumat verək, biraz yada salaq. Məsələn, deyirəm, hörmə şal. Necə şal? Hörmə şal. Və yaxud da deyirəm, alınma söz. Necə söz? Alınma söz. Burada gördünüz, leksikdir. Və yaxud da başqa bir nümunə olaraq deyirəm, bölmə rəisi. Burada isimdir artıq. Bölmə rəisi. Böl sözün kökü, mamə isim düzəldən leksik, vurğu qəbul edəcək. Bunlarda da leksikdir. Bunlar isə sifət əmələ gətiriblər. Deməli, nə kimi yanaşdıq biz ona? Mamə inkar şəkilçisinə leksik